Açığı bu dəfə heç bir sayta istinad etməyəcəm, heç bir mənbəyə istinad etməyəcəm. Xəbəri oxudum. Əslində bilmirəm, belə istəyərdim ki, hər kəs öz vətənində yaşasın, öz evində, öz mənzilində yaşasın. Amma illər keçəndən sonra təbii ki, insan daha uzaqlara gedəndən sonra fikirləşir ki, artıq burada mənim evimdir. Mən Rəsul Quliyevlə bağlı bir xəbər oxudum. Rəsul Quliyev də sıradan birisi deyil. İndi də balaca körpə uşaqlar belə Rəsul Quliyev deyəndə bilirlər ki, kimdir. Onu Azərbaycana dəvət ediblər. Bir səmimi açıqlama edib ki, 78 yaşım var. Bundan sonra gəlib Azərbaycanda nə edəcəm? Təbii ki, bilirsiniz, gənc yaşda belədir ki, məqsədin olur, məramın olur, hansısa işi quracam, hansısa arzularım var, onları reallaşdıracam. Təbii ki, Rəsul müəllim də öncə yaxşını belə qabağa çəkib deyib ki, 78 yaşım olacaq bir neçə gündən sonra. Mən gəlim Azərbaycanda nə edim? Bu yaxınlarda təbii ki, onun ailəsi, həyat yoldaşı, qızı, nəvələri, digər yaxınları olub Azərbaycanda. O görüntüləri hər birimiz gördük. O yüzden təbii etiraf edib ki, əzizlərim, həyat yoldaşım, qızım, nəvələrim oldu Azərbaycanda. Təbii ki, deyir, bir aylıq gələcəm. İnşallah, yaxın vaxtlarda deyir, Azərbaycanda olacağım. Amma yenə də deyib ki, 78 yaşım var. Yəni 78 yaşında bir kişiyə. Mən orada gəlib nə edəcəm? Rəsul müəllim. Təbii ki, seçim özünüzündür.